Əli bəy, bir çox xanımlar nədən qız bürcü kişilərdən qaçırlar? Qız bürcü Google'un insan versiyasıdır. Yəni, Yəni bir söz, hər şey dəqiq, nizamlı, planlı. 50% sevirəm, 30% tənqid edirəm, 20% təmizləyirəm. Təmizləyə bilmədiyimi çıxardırım ortadan. yəni onlara nə kimi problem yarada bilərlər ki, onlar onlardan uzaqlaşır? Əvvəla təmizlikdə sanki nasan standartıdır. Yəni Biz onu bir həyat modelinə gətirə bilərik, misal olaraq da məişətdə, digər bir yerlərdə nə kimi o ya onlar məsələn evə girməmişdən qabaq tozun bir növ az qala skaner etmək istəyir. Çünki qız bürcünün fərqi yoxdur, qadını, kişisi mikrobu görmür, hiss edir. Onlar sanki iynə üstünə otururlar. Vay o gündən biri natəmiz girər, onun halı da belə deyək də fiziki hələm bu natəmizlik olar. Vay o gündən bunun ruhu da o cür olar. Bunlar, yəni onların beyni gedir də. Yəni həyat bunlarla doludur. Yəni demirəm, pis şeydir, amma limitini aşanda bunlarda ciddi xəstəliyə çevrilir bu.